Dəyərli kanal izləyicilərim, Bakıxanov qəsəbəsindən sizi salamlayıram. Bakıxanov qəsəbəsində ən gözəl ərazi, belə deyim də, Ramiz Qəmbərov küçəsi. Neftçilər metro stansiyasına, mənə operatorumuz göstərsin, Neftçilər metro stansiyasına 3-4 dəqiqəlik məsafədə. Leningrad proyekti həyəti ilk öncə buradan başlayıram dostlar. Nəyə görə? Çünki mənzilin hər iki tərəfdən girişi var. Blok tərəfdən də ev sahibi binanın arxa tərəfindən də belə deyim də evə giriş qoyub, bağı, bağçası. Bir şəraiti yüksək səviyyədədir. Həqiqətən yolun ağzı neftçilərə 5 dəqiqəlik yol, marşrut xətti yanında 94 nömrəli orta məktəb, uşaq bağçası, yəni böyük ticarət obyektləri, oba market. Yəni belə deyim də əzizlərim, Razinin ən gözəl yeri, ən mərkəzi yeri, 3 otaq, amma kvadratı böyük. Yəni 3 otaqlı evin kvadratından böyükdür, nəyə görə? Qardaş evin arxa tərəfdən artırıb, böyük bir zal düzəldir. İndi oranı da göstərəcəm. Bura artırma olan hissəsi dostlar. Bir yaxınlaşaq zəhmət. Artırması dostlar. Blokdan olan giriş hissəsini də göstərəcəm. Buradan da elə girişi var. Burada belə bir zirzəmisi var, belə xudmani həyətdir, gördüyünüz kimi. Çay içməyə, samalar qoymağa, yəni şəraiti var. Burada belə bir zirzəmi var. Əlavə və işlərin yığılmağı üçün. Belə gördüyünüz kimi zirzəmisi də var, dəyərli izləyicilər. İndi isə istəyirəm evin daxili ilə sizin tanışdığınız zalıdır. Artırma hissəsidir, ev sahibi burada studiya mətbəxlə birlikdə zal düzəldir. Əşyalardan əzizlərim. Elektronika xaric, yəni bütün əşyalar qalacaq. Mebellər satış zamanı saxlanılacaq. Haradasa kvadratı 20-25 kvadrat belə geniş ölçüləri var. Pəncərəsi də bağına baxır. Burada mətbəxdir, əziz dostlar. Bura mənzilin mətbəxlidir, zalı təqdim edelim. Bura mətbəxlimizdir, mətbəx mebelimizdir. Satış zamanı saxlanılacaq. Təmir yüksək səviyyədədir, isti pol, istilik sistemi kombidir. Burada dostlar mənzilimizin blokdan giriş hissəsidir. Yəni mənzilin hər iki tərəfdən girişi var. Yəni oranı da göstərəcəm. Burası sanuzel, sanitar qovşaq. Təqdim edək. Təmir yüksək səviyyədir. Həqiqətən təmir yüksək səviyyədədir. Ev sahibi təmir zamanı evə əməlli başlı kullanır. Yəni evin təmirinə baxanda hər şey görsənir. Mənzilimizin bir yataq otağı, hardasa 18 kvadrat ölçüləri var. Geniş bir yataq otağımız var. Təmir yeni dostlar, hardasa 5-6 ay təmirdir. Yəni heç bir problem yoxdur. Qapılar, bahalar, aboylardan istifadə olunub. Laminat gördüyünüz kimi bağlı laminatdan istifadə olunub təmir zamanı. Burada olan mebellər də yataq mebelli, qardirobudur, hamısı da saxlanılacaq. Girişlər elə bir dolabımız var, bunu da göstərəcəyimiz. Sonra isə növbəti yataq otağımız. Belə bir geniş yataq otağımız var, əziz dostlar. Nəyə görə? Burada eyvan hissəsi açılıb qatılıb, Leningrad proyektidir. Dediyim kimi, dən qardaş yaxınlaş. Belə bir geniş, hardasa 20 kvadrata yaxın ölçüləri olan yataq otağımız var. Eyvan hissəsi açılıb qatılıb, otaq olduqca genişdir. Burada da əzizlərim, mebellər saxlanılır, dolabdır, spalnik kravatıdır. Yəni gördüyünüz mebellər, bir daha qeyd edin, yəni satış zamanı mənzilin daxilində saxlanılacaq. İstilik sistemi, kombidi, qaz, işıq, su daimidir, sənədlər də tam dairəsidir. Yəni izləyicilər. Bu otaqda da yataq otağımız, ölçüləri hardasa. Zalı 30 kvadrat, yataq otaqları 20-25 kvadrat ölçüləri var. Damafon sistemidir, kombi sistemi quraşdırılıb, evin istilik sistemi kombidir, mənzilin əzizlərim, kamera sisteminə qədər quraşdırılıb. Yəni mənzilin hər iki tərəfdə kamera sistemi, hər qapıda kamera sistemi quraşdırılıb. Burada da əziz dostlar, gördüyünüz kimi əşyalardan televizor çıxacaq, elektron əşyalar çıxacaq. Yəni mebellər nə varsa qalacaq. Mənzilin qiyməti münasibdir, dəyərli izləyicilər. Qiymət çox münasibdir. Mənzilin qiyməti ilə bağlı bunu qeyd edim ki, yəni qiymətdən əldə başqa endirim olunur. Real alıcı varsa yenə də danışmaq mümkündür. Mənzilin sənədləri, uçaq, pasport, mənzil ipotekaya da yarayır. Sənədlər hamısı qaydasındadır. Yerini göstərmişəm, Neftçilər metro stansiyasından cəmi 5-6 dəqiqəlik məsafəsi var. Qiymət əzizlər. Bu mənzilin qiymətində əziz dostlar, yəni əməlli başlı bir daha qeyd edim ki, endirim olur. Yəni 300.000 manatdan əşyalı vəziyyətdə mebellər qalır, elektronika çıxır.
Sənədlər hamısı qaydasında ipotek ya da yardım dostlar, alıcıya da indirim alınız. Nömrəmiz səhifədə var. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun dostlar.